Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Belə ki, fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarım ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbə hazırlıq qrupları 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. Qeyd edək ki, fevralın 25-i 2026-cı il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i 2026-cı il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.